Salam dostlar. İndi biz OTK-nın 9-cu siniflər üçün keçirdiyi blok imtahan suallarına nəzər yetiririk. Birinci sualdan gəlin başlayaq. Bizə deyir ki, tərs mütənasib asılı olan iki kəmiyyətdən biri 24 olduqda yazacaq 24-dürsə, digəri nəyə bərabərdir? 15-ə. Bu kəmiyyətlərdən biri 20 olduqda digərini tapın. Bilirik ki, tərs mütənasib asılılıqda biz necə vururuq qarşı-qarşıya? Yəni 24 vurulsun 15 bərabərdir 20 vurulsun x. Səbəb də odur ki, tərs mütənasibdə bir tərəf azalırsa, digər tərəf artmalıdır. O zaman bu tərs mütənasib asıllıq adlanır və qarşı-qarşıya vurulur. 24 vur 15 bərabərdir 20 vur x. 24 vurulsun 15 bölünsün 20-yə. İxtisarımızı aparaq. 15 ilə 20-ni 5-ə böldük 4. Bunu da 5-ə böldük 3. 24-ü 4-ə böləndə nə eləyər? 6. 6-nı da 3-ə vurur 18. Deməli, bizim cavabımız A bəndi 18 oldu. Keçirik növbəti sualın izahına. Aşağıdakı kəsirlərdən hansı sonlu onluq kəsir şəklində yazıla bilməz? Sonlu onluq kəsir nə idi? Məxrəci 2, 5 ya da 2 və 5-lər olan ədədlərdən ibarət olmalıdır. Amma təbii ki, ixtisar etdikdən sonra, yəni əvvəlcə kəsri ixtisar eləməlisiniz, təbii ki, ixtisar varsa. Mən birinci kəsirdə görürəm ki, ixtisar var. 36-da 27 9-a bölünür 4, 27 də 9-a bölünür 3. 4-də 3. 4-ün məxrəcinin vuruqları nədir? 2 vur 2. Yəni bu sonlu onluq kəsirdir. Ona görə bunu seçə bilmərəm. Gedirəm B bəndinə. B bəndi görürəm ki, ixtisar olunur 3-ə. 24-ü bölürəm 3-ə 8. 9-u bölürəm 3-ə 3. Sonra məxrəcinin vuruqları ayırıram. 2 vur 2 vur 2. Yenə 2-lərdən ibarət oldu. Sonlu onluq kəsirdi, seçə bilmərəm. Burada hazır özü verib mənə 8. 2 vur 2 vur 2 idi, seçə bilmərəm. 15-də 6-nı ixtisar eləyək uşaqlar. 3-ə 5, 3-ə 2. 5-də 2. 5-in özü də deməli sonlu onluq kəsiri yaradan ədədlərdən biridir. Ona görə bunu da seçə bilmirəm. Deməli cavab olacaq 36-da 15. Yenə ixtisar var, eləyirəm ixtisar. 3-ə bölürəm 12, 3-ə bölürəm 5. 12-ni vuruqlara ayıranda 2 vur, 2 vur 3. Aha, 3 deməli olmamalı idi. Yalnız 2 və 5-lərdən ibarət olmalı idi. Ona görə də deməli 36-da 15 kəsiri onluq kəsir şəklində yazıla bilməz. Cavab oldu Y variantı. Növbəti sualımıza keçirəm. Deməli, baxırıq ki, burada bizə belə bir bərabərlik verib. 5 bölünsün x bərabərdir y bölünsün 3 bərabərdir z bölünsün 2. Digər tərəfdə isə sual məndən soruşur ki, x vurulsun, y çıx 3z. Mən görürəm ki, bunu vurub atsam x, y yaranacaq və burada da tənasüb kimi həll etsəm həmin ədəd alınır. Ona görə birinci soruşulan ifadəmi vurub açıram. X-i vururam y-a, x, y. 3z-i x-a vuranda nə eləyir? 3xz. Yaxşı. Bunu həll eləyək. X vur y, x-ini götürürəm, x-ini götürürəm, uşaqlar çarpaz vururam. X vur y bərabərdir 3 vur 5-ə. X, y bərabərdir 15-ə. Mən x, y-ın cavabı hazırdır. Bu tərəfdə baxıram ki, mənə nə lazımdır? X, z. Yəni, x və z olanı yazacağım indi yan-yana. Diqqətlə baxın. 5 böl x bərabərdir z böl 2. Yazdım. İndi yenə bunu çarpaz vuraram. X vur z bərabərdir 5 vur 2. Yəni, x, z də 10 oldu. İkisinin də cavabını tapdıq. X, y 15 oldu. X, z də 10 oldu. Gətirib qoyuram burada yerinə. X, y 15 olmuşdu. X, z isə nə olmuşdu? 10. Aldıq 15 çıxılsın 30. Bu da nəyə bərabərdir? Mənfi 15-ə. Yəni, cavab C bəndi. Keçirəm 4-cü sualımıza. Aha, gəlin baxaq 4-ə. Burada trigonometri nisbətlərdəndir. Düzbucaqlı üçbucaqda tangens alfa. Baxın, gedirəm alfanın üzərinə. Çünki bunun tangensi deyir. Tangens nəyə nisbəti idi? Qarşısındakı katetin bitişik katetə nisbəti. Mənə də yazıb ki, tangens alfa bərabərdir 12 böl 5. Demək, qarşısındakı katetin bitişik katetə nisbəti.
Buraya yazacağım 12. 12 yaza bilmərəm. 12K. Çünki 12'nin misilləri ola bilər. Digər bitişik kateti də yazıram 5K. Gördüyünüz kimi bu Pifagor rəqəmidir. 5K, 12K burada nəyə bərabər olur? 13K-ya. Necə alınır? 12'nin kvadratı 144, üstə gəlsin 5'in kvadratı 25, 169'u verir. O da 13'ün kvadratıdır. Və bu deməli mən baxıram ki, düzbucaqlı, üstbucaqda hər bir katetlərimi və hipotenuzumu nə ilə? K ilə ifadə elədim. Yəni rahatlıqla yerinə qoya bilərəm. C-nin yerinə 13K qoyuram. A-nın yerinə, A baxın budur, 12K qoyuram. C-nin yerinə 13K qoyuram. A-nın yerinə 12K qoyuram. Alıram 25K. 25K. Yuxarıda isə 1K. K-ları aparıram. Cavab da alıram 25'də 1. Yəni cavab variantımız oldu C bəndi. Keçirəm 5-ci suala. Mənə deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Uşaqlar, biz bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da cəmləri 180. Baxın, bu şəkildə var idi. Bu halda bərabər idi. Amma biri iti, digəri kör olan hallarda, yəni məsəl üçün bu şəkillərdə isə gördüyünüz kimi uyğun tərəflər paralel olsa da bunların cəmi də 180. Deməli, baxıram ki, alfa çıxılsın 2 beta bərabərdir 30'a. Əgər onlar bərabər olsaydı, yəni alfa betaya bərabər olsaydı, mən yazacaq idim ki, alfa çıx 2 alfa bərabərdir 30. Yəni mənfi alfanı 30 alacaq idim. Alfa da mənfi 30 olacaq idi. Bu hal baş verə bilməz. Deməli, bu bucaqlar bərabər deyil, cəmləri 180'dir. Ona görə mən bildiyimi yazıram buradan. Alfa plus beta'nın 180 olduğunu artıq məlum oldu. Aşağıdan isə mənə digər verilərini yazacağım. Bərabərdir 30'a. Aha, sistem tənliyi həll edirik. Alt-alta çıxa bilərik. Alfalar gedər. Betadan mənfi 2 betanı çıxsam eləyər 3 beta. 180'dən də 30 çıxsaq 150. Beta bərabərdir neçə dərəcəyə? 50 dərəcəyə. Beta 50-dirsə, alfa plus beta axı 180 idi. Beta'nın yerinə qoysam bura 50. Alfanı da alacağım. 180 çıxılsın 50. Yəni 130 dərəcə. Cavabım oldu. Alfa 130 dərəcə B variantı. 6-cı sual məhlul məsələsidir. 80 qram 30%li şəkər məhlulu. İlk növbədə şəkərin miqdarını tapıram. Şəkər 80 qramın 30%-dən ibarətdir. Yəni 80'i 30'a vurub 100%-ə bölürük. Bərabərdir 24 qram şəkər. Deyir, bura nə qədər su əlavə etmək lazımdır ki, 25%-li məhlul alınsın. Məhlul məsələlərini həll etmək üçün məxrəcdə məhlulun miqdarı, surətdə isə şəkərin miqdarı yazılır. Gəlin yazaq. Bərabərdir. Deməli, məhlulun neçə qramdır? 80 qram. Yazıram 80'i məxrəcə. Tapdığım şəkəri isə hara yazıram? Surətə. Deyir, nə qədər su? Neçə qram bilmirəm. X. Su əlavə etdikdən uşaqlar yalnız hara əlavə edirdik? Məxrəcə. Çünki su şəkərin miqdarını məntiqlə artıra bilməz. Bir qaba su əlavə edirəmsə, şəkərin çəkisini niyə artırsın ki? Deməli, 80 üstə gəlsin, X yazdıq, su əlavə edirik. Nə qədər alınır? 25%. Bizim yazdığımız faiz deyil. Bir ədədi faizə çevirmək üçün nəyə vururuq? 100%-ə bərabərdir 25%. Deməli, 24 bölünsün 80 üstə gəlsin X bərabərdir. 100'ü atacağım uşaqlar burada. Bir dəqiqə. Aha, 100'ü atıram məxrəcə, yəni 100'ə bölürəm hər tərəfi. Bu 100'ü keçirtdim bu tərəfə. 100'ə böldüm. İxtisar eləyirəm. 4'də 1 deməkdir də, %25, 25'i ixtisar eləyəriksə. O zaman aldıq. Tənasüb 80 üstə gəl X vur 1 eləyir 80 üstə gəl X. Bərabərdir 24 vurulsun 4'ə. 80 üstə gəlsin X bərabərdir 96'ya. X da nəyə bərabərdir? 16. Deməli, biz 16 qram su əlavə etsək, bizim şəkərimiz təbii ki, faizi azalacaq. Olacaq 25%-li şəkər məhlulu. Yəni, cavabımız oldu 16. Y bəndi. Keçirəm növbəti sual, 7-ci suala. Emil və Kamilin yaşları nisbəti 3'ün 4'ədir. Deməli, Emilin və Kamilin yaşları nisbəti deyirsə,
Birinci dediyini ikinci dediyinə bölürəm. 4-də 3. Deməli, Emil 3K-dır, Kamil isə 4K-dır. Yəni, bunların yaşları cəmi neçədir? 7K-dır. Bizə deyir ki, aşağıdakılardan hansı onların yaşları cəmi ola bilməz. 7K nə deməkdir uşaqlar? 7-yə bölünən ədədlər ola bilər də burada. Baxın, 7-yə bölünən ədədlər 70 7-yə bölünür, 42 7-yə bölünür, 35 7-yə bölünür, 56 7-yə bölünür, amma 50 bölünmür. Deməli, uşaqların yaşları cəmi 50 ola bilməz. Keçirik 8-ci sualımıza. 8-ci sualda, bax, bu hissəni istəyirəm ayrıca həll edeyim, sonra qoyarıq yerinə. Deməli, burada nə yazıb? 0,6 bölünsün, 0,5 çıxılsın, 0,6 bölünsün, 0,2. 0,6 bölünsün, 0,5. Uşaqlar, bu əməli bölmək üçün, baxın, burada yazıram 0,6 böl 0,2. Vergülləri çəkərəm, 2 vahid sağa, olar 6. Bunu da 2 vahid çəksəm 20 olacaq da, düzdür. 20-də 6 nə deməkdir? 10-da 3. Deməli, buranın cavabını aldım 0,3. Yazacağım 0,5 çıxılsın nəyə? 0,3-ə. Aldıq 0,6 bölünsün 0,2. 6 bölünsün 2. Eyni saydadır, vergüllərdən sonra rəqəmlərin sayını ata bilərsiniz. 3. Nə aldıq? 6 bölünsün. Gətirəm, qoyuram, bax, bunun yerinə. Nə? 3. 3,5 çıxılsın 3. 6 bölünsün 0,5. Yəni 60 bölünsün 5. O da bərabərdir 12-yə. Cavabım oldu B variantı. Hər tərəfi 10-a vurdum. Burada 5 oldu. Yuxarı isə 60 oldu. Yəqin ki, aydındır. 9-cu suala baxırıq. Ədədi A natural ədədini 7-yə böldükdə, A natural ədədini 7-yə böldükdə qalıqda 4 alınır. A kvadratı üstəgəl 3A üstəgəl 8 ədədini 7-yə böldükdə qalıqda neçə alınır? Uşaqlar, deməli, bu sualın əslində 2 həlli üsulu var. Birinci növbədə bilməlisiniz ki, bölənlər eynidirsə, görürsünüz, eynidir və yaxud bölən digərinin bölənidirsə, onda qalığı, bu gördüyünüz qalığı gətirib buradakı bölənin yerinə qoya bilərsiniz. Yəni, birinci üsul A-nın yerinə 4 qoyub misalı həll edə bilərdik. Yazıram. A-nın yerinə 4 qoyuramsa, burada A-nın yerinə 4 qoyum. 4-ün kvadratı üstəgəl 3 vur 4 üstəgəlsin 8 bərabərdir. 16 üstəgəlsin 12 üstəgəlsin 8. Bu da nəyə bərabər oldu dostlar? 20, 16, 36. 36-nı da bölərəm 7-yə. 5 dəfə 7, 35, qalıq 1. Deməli, misalın qalığı 1-dir. İkinci üsul isə 7-yə böləndə qalıqda 1 olan bir ədəd, qalıqda 4 olan bir ədəd taparam. 11. Natamam qismətə 1 qoyaram. 7 vur 1, üstəgəl 4, 11-dir. Düzdür. Gətirib aşağıda qoyub, yenə A-nın yerinə 11 qoyub hesablayaram. 11-in kvadratı üstəgəl 3 vur 11, üstəgəl 8 bərabərdir. 121 üstəgəlsin 33, üstəgəlsin 8. 33-ün üzərinə 8 gələrik. 41. Bu da eləyər 162. 162-ni də gəlin 7-yə bölək. 16-nın içində 7 2 dəfə. 14. 22-ni də 7-yə böləndə 3 dəfə 7, 21, qalıq 1. Gördüyünüz kimi eyni cavab aldıq ikisində də. Cavab oldu D variantı. Keçirəm 10-cu suala. Deyir, AC parçası CD parçasından 5 dəfə böyükdür. AC parçası CD parçasından 5 dəfə böyükdür. Yazacağım bura X, burada yazacağım 5X. B nöqtəsi AD parçasından. O zaman AD-nin özü neçə X olur? 6X. Düzdür? 5X-dan X-i toplayıram. B nöqtəsi AD-nin ortasıdırsa, onda 6X-i bölərəm 2-yə. Deməli, bu B nöqtəsindən tən yarıya bölünüb. Yəni, buradan bura kim nədir? Uşaqlar 3X-dır. Buradan bura 2-dən nədir? 3X-dır. Burada X idi. Bu balaca yerə qaldı 2X. BC bölünsün AB. BC-ni tapdıq 2X. AB 3X-dır. Cavab oldu 2 bölünsün 3. Yəni B variantı. Növbəti sual. Gördüyünüz kimi burada uşaqlar bizə nə verib? Təbii ki, qonşu bucaqlar. Siz bilirsiniz ki, qonşu bucaqların cəmləri nəyə bərabərdir? 180 dərəcəyə şəkildən əvvəlcə gördüyümü yazıram.
Sonra isə mənə burada verib beta bölü alfa bərabərdir 3 bölü 2. Deməli, beta 3-ün misli, alfa isə 2-nin misilləri ola bilər. Yəni, beta 3K, alfanın yerinə 2K qoya bilərik. 2K üstə gəlsin, 3K üstə gəlsin. 40 ilə onu topladım. 50 bərabərdir 180 dərəcə. 5K bərabərdir 180 çıxılsın 50-yə. 5K bərabərdir 130-a. K da bərabərdir 130-u bölərik 5-ə 26. Bizdən COB nəyə bərabərdir? Alfa üstəgəl 40 dərəcə. Uşaqlar, alfamız neçə K idi? 2K. Deməli, 2-ni vururam 26-ya. Üzərinə də gəlirəm 40 dərəcəni. 52 üzərinə gəlirik 40 dərəcə. Bu deyir neçə? 92 dərəcə. Yəni cavabımız oldu Y variantı. 12-ci suala nəzər yetirək. A və B ədədləri qarşılıqlı tərs ədədlərdir. Aha, bax bu cümlədən biz həmişə verilirdən nəsə yazmalıyıq. Qarşılıqlı tərs ədədlər yəni nə? Qarşılıqlı tərs ədədlər nə idi? Hasilləri 1-ə bərabər olan ədədlər. Deməli, A vur B bərabərdir 1. Sonra nə yazıb mənə? B ilə C isə əks ədəddir. Əks ədədlər nəyə deyilirdi? Cəmi 0-a bərabər olan ədədlərə əks ədədlər deyilir. Bunu qeyd elədim və gedirəm aşağıdakı ifadəmin qiymətini tapmağa. Uşaqlar, yuxarıda bax görürsünüz 2 ortaq vuruqdur. Çıxardacağım. Aldım B üstə gəlci. Digər hissələri köçürdürüm. 2 vurulsun. B üstə gəlsəyinin yerinə nə qoyacam? 0. Çünki burada demişdik ki, B nəyəsə əks ədədlərdirsə, onda toplayanda 0 eləyəcək. Yerdə qaldı 5AC bölünsün 4AB. Burada da A-ları ixtisar apararıq. Çünki bura getmişdi, 0 eləmişdi. Yəni, qabağında toplama qalmamışdı. Qaldı 5C bölünsün 4B. Dostlar, C ilə B əks ədədlərdirsə, yəni 5 mənfi 5, 4 mənfi 4, 3 mənfi 3. Onları ixtisar eləyəndə mənfi 1 qalmır. Deməli, cavab olacaq mənfi 5 bölü 4. Yəni, mənfi 1,25. Mənfi 1,4-də 1, mənfi 1,25. Cavab oldu A variantı. Keçirik 13 nömrəli sualımıza. 3 rəqəmli ABC ədədi üçün bu verilmiş. Deməli, 13-cü suala baxırıq. Deyir ki, 3 rəqəmli ABC ədədi üçün bu cəmin ən kiçik tam qiymətini tapın. Əvvəlcə kəsrləri toplamaq üçün əkyob tapacağam. Əkyob 14, ortaq məxrəcə gətirirəm. 42, 28. Buradan görürəm ki, hər biri 14-ə bölünür. Ortaq vuruq çıxartdım. Qaldı 1, 42, 14-ə böldüm 3, 28, 14-ə böldüm 2. 1, 2, 3-ün əkyobu nədir? 6. Deməli, 14 vur 6, 84. Ortaq məxrəcim 84. 84-ü bölürəm 14-ə alıram 6. 84-ü bölürəm 42-yə alıram 2. 84-ü 28-ə 3. 84-də 6 ABC üstü xət. Üstə gəl 84-də 2 ABC üstü xət. Üstə gəl 84-də 3 ABC üstü xət. 84-də 11 ABC üstü xət. Deməli, burada ABC üstü xətin yerinə elə ədəd qoymalıyam ki, bu cəm ən kiçik olsun. Yəni, bu cəmin ala biləcəyi cavab tam ədəd alınmalıdır da. Elə bir məsələn alınmalıdır 10, 20, 30 belə bir şey. Tam cavab alınmalıdır. Bunun da cavabın tam olması üçün ABC 84-də bölünən ədəd olmalıdır ki, məxrəcim itsin. ABC-ni 84 seçə bilmərəm, çünki 3 rəqəmli ədəddir. Deməli, mən ABC-ni 84-ün 2 misli seçə bilərəm ki, bu ixtisar getsin və ən kiçik cavab alınsın. Yəni, ABC-ni 84-ün 2 misli seçirəm, 168 bölünsün 84. Bunlar ixtisar gedir 2, 11-i də vururam 2-yə, eləyir cavabımız 22. Deməli, cavab oldu 22. Aydındır yəqin ki, cavab oldu A bəndi. Aha. Sonra baxacaq indi biz növbəti sualımıza 14-ə. Deyir, düz bucaq öz daxili şüaları ilə 8 bərabər hissəyə bölünmüşdür. Düz bucaq öz daxili şüaları, yəni bu şüalarla birlikdə 8 bərabər hissəyə bölünüb.
öz daxili şüaları ilə birlikdə 8 bərabər hissəyə bölünmüşdür. Tamam. Bir, 2, 3, 4, 5, 6, 7, 8. 8 bərabər hissəyə bölünüb. Bizə deyir ki, ikinci və 6-cı hissələrin tənbələnləri arasında qalan bucağı tapın. Deməli, 8 bərabər hissəyə bölünübsə, 90-ı bölürük 8-ə. Bu da 4-də 45 edir. Yəni, hərəsinə 4-də 45 düşür. İkinci və 6-cı hissələrin tənbələnləri. İkinci hissə və 6-cı hissə. İkinci hissə və 6-cı hissə. Burada bir məntiq var. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. İkinci hissənin ortası ilə 6-cı hissənin ortası deyirsə, ikinci hissənin ortası ilə mən bunu belə çəkirəm. Bax, belə bilin ki, bax, uzatdım. Bu ikinci hissədir. 6-cı hissədə 1, 2, 3, 4, 5, 6. Burada. Deməli, ortada qaldı 1, 2, 3. Bir dənə də bu yarılar. Bax, bu yarılar var ha, bu yarılar. Bu yarılar bir dənəni verir də, bir dənə elə bilin ki, bu bucağı verir, düzdür? 3 dənə də ortada, 4 dənə bundan eləyəcək də. Yəni, 8 bucaqdırsa, ikinci hissə ilə 6-cı hissənin ortası bu bucağın yarısı deməkdir. 90-ı elə birbaşa 2-yə bölə bilərsiniz. Cavab verir 45 dərəcə. D variantı. 15. ABC üçbucağında AC bərabərdir CD şəklində göstərilib, bərabərdir DB-yə. Yəni, 2 dənə bərabər yanı üçbucaq görürəm hazırda. Və BD 110 dərəcədir. Bizdən ACY bucağını istəyir. ACY bucağı deməli BSY nöqtələri bir düz xətt üzərindədir. BSY deməli bu bizim nədir? Xarici bucağımızdır. Tamam, bunu istəyir bizdən. Sual budur. Baxıram ki, bura 110-dursa, mən bunun qonşu bucağını taparam. 180-dən çıxaram. Nəyi? 110-u 70. Bərabər yanlı üç bucağın oturacağı olduğuna görə oturacağı kiçik bucaqlar bərabərdir. Bu da alacaq 70, 70. O zaman təpə bucağını tapmaq üçün 180-dən çıxaram 70-in 2 mislini. Yəni, cavab alaram 40 dərəcə. Bura oldu 40 dərəcə. Yaxşı. Sonra, əgər bu digər böyük üçbucağın, bu üçbucaqdan danışıram, bərabər yanlıdırsa, bu bucaqları da taparam. Çünki artıq burada 110 təpə bucağıdır. 180-dən çıxaram 110-u, bölərəm 2-yə. Burada da alaram 35 dərəcə. Deməli, bura 35, bu bucaq da 35 dərəcə oldu. Və mən artıq YSA bucağını tapa biləcəm. YSA bucağını tapmaq üçün 180 dərəcədən çıxacam 40, çıxacam 35 dərəcəni. O da alacam 105 dərəcə. Yəni, cavab oldu Y variantı. Növbəti sualıma keçirəm. Növbəti sualım 16-cı sualdır. Ədəd 2-də 1, 4-də 3, 5 nisbətində 3 hissəyə bölünüb. Böyük hissə verilmiş ədədin neçə faizidir? Təbii ki, böyük hissə 5K-dır uşaqlar. Baxaq, bizim ədədimizin özü nədir tapmaq üçün bunları toplamalıyam təbii ki. Ortaq məxrəcə gətirsəm, 4-də 2K, üstə gəlsin 4-də 3K, 5-də 4-də 20K-dır. Düzdürmü? Bunları topladıq, nə aldıq? 4-də 25K. Bu bizim verilən ədədimizdir. Böyük hissə, yəni 5K, verilən ədədin neçə faizidir deyirsə, böyük hissəni bölürsüz verilən ədədə, vurursunuz 100-ə, çünki neçə faizidir deyir. K-ları aparam, yəni mən 5-i böləcəm, 4-də 25-ə, vuracam 100-ə. Bu da bölmə əməlini çevirirəm, 25-də 4, vur 100. İxtisarlarımızı aparaq, 100-ü bölək, 25-ə 4, 4-ü 4-ə vuraq, 16, 16-nı da 5-ə vuraq, 80. Deməli, cavabımız B variantıdır. Keçirik 17-ci suala. Qatar 2 stansiya arasındakı məsafənin 17,8 hissəsini getdikdən sonra yolun ortasına çatmaq üçün daha 4 kilometr getməlidir. Deməli, baxın, yolun
17-də 8-ini gedib. 17-də 8-ini neyniyib gedib uşaqlar? Ortası, yolun ortası 2-də 1 deyil. Yolun ortasına çatmaq üçün neçə kilometr getməlidir? 4 kilometr getməlidir. Əla. Stansiyalar arasındakı məsafəni tapın. Deməli, bütöv yolu x qəbul elədim mən. Uşaqlar. 17-də 8-ini gedibsə nə yazacam? 17-də 8x üstə gəl 4. Çünki 4 də getməlidir ki, gəlib nəyə çatsın? Yarıya. 2-də 1 x-a çatsın. Tənliyimiz olacaq bu. Ortaq məxrəcə gətirərik. 2 ilə 17 34 eləyir. 34-də 17 x-dan çıxıram. 34-də 16 x-i bərabərdir 4-ə. 34-də 1x bərabərdir 4. X-da bərabərdir 4 vurulsun 34. Bu da eləyəcək 136. Aha, stansiyalar arasındakı məsafə x qəbul elədiyimizə görə cavabımız da elə nə olacaq? 136 C variantı. Sadə vuruqlara ayrılışdan A bərabərdir 2 üstü 3, 3 vur 3 vur 5 üstü 2 şəklində olan ədəd haqqında aşağıdakılardan hansı yanlışdır? 5 sadə vuruğu var. Sadə vuruqların sayını tapmaq üçün üzərindəki rəqəmləri toplayırdıq, düzdür? 3 üstə gəl, 1 üstə gəl, 2. Uşaqlar, 6 dənə sadə vuruq var. Elə bu A variantı ilə səhv idi. Deməli, keçirəm növbəti 19-cu suala. Bizdən tərəfləri verib qeyd edeyim. AB 6-dır, BS 4-dür, 3 bucaqda, CD 2-dir, AD-də 7-dir. Bu sualdan topluda var. X-in ala biləcəyi qiymətləri. Birinci üçbucaq üçün bilirsiniz ki, üçbucağın iki tərəfi veribsə, digər iki tərəfin fərqindən böyük, üçüncü tərəf, digər iki tərəfin fərqindən böyük, cəmindən kiçik olmalıdır. Birinci üçbucaq üçün bunu yazıram. Aldım x 2-dən böyük, ondan kiçik. İndi ikinci üçbucaq üçün yazacağam. 7 çıx 2-dən böyük. 7 üstə gəl 2-dən kiçik olmalıdır. Yəni, burada da aldım ki, uşaqlar 5-dən böyük, 9-dan kiçik. Deməli, 2-dən böyük, 10-dan kiçik, 5-dən böyük, 9-dan kiçik. Nə götürməliyəm? 6, hər ikisini ödəyəm. Bax, 5-dən sonra götürməliyəm də 6. 7 baxıram, hər ikisini ödəyir. 8 hər ikisini ödəyir. 9 götürə bilmərəm, buranı ödəmir. 10 da götürə bilmərəm. Heç ümumiyyətlə 10 ilə 9 uşaqlar gördüyünüz kimi burada ciddi bərabərsizlikdir. Bunları toplayıram. 6 üstə gəl, 7 üstə gəl, 8. 13 üzərinə gəldik 8. Cavabımız elədir 21 D variantı. 20-ci sual deyir ki, bu da imtahanda düşmüş sualdır. ABC ədədlərinin ədəd ortası 150 olarsa, m plus n plus n-in ədəd ortası. Birinci cümlənin mənasını yazaq. Yəni, o deməkdir ki, a plus b plus c bölü 3 bərabərdir 150-yə. Düzdür. Deyir, m, n, k-nın ədəd ortasını tap. Gəlin yazaq da, m üstə gəl, n üstə gəl, k bölü 3. M-in yerinə nə qoyacam? A üstə gəl B. N-in yerinə nə qoyacam? B üstə gəl C. K-nın yerinə nə qoyacam? A üstə gəl C. Bölünsün 3-ə. Aldıq ki, 2A üstə gəl 2B üstə gəl 2C bölü 3. Mən buradan A plus B plus C-ni taparam. 3-ü vuraram 150-yə. Alaram nə uşaqlar? 450. O zaman bizim misalımızda 2-ni ortaq vuruq çıxartsaq, A plus B plus C qalar mötərizənin daxilində. O da olacaq 2 vurulsun. A plus B plus C-ni 450 tapmışdıq axı. 450 böl 3. 450-ni bölərəm 3-ə 150. 150-ni də vurarıq 2-yə, alarıq cavabımızı 300. Deməli, cavab D variantı oldu. 21-ci sualda uşaqlar, deməli, mötərizələri açırıq. 2-də 1-dən 1 çıxırıq. Yəni, 1-i biz 2-də 2 kimi yazacaq. 2-də 1-dən 2-də 2 çıxanda nə alaram? Mənfi 2-də 1. Burada 1-i 3-də 3 kimi təsəvvür edirəm. 3-də 1-dən 1 çıxanda, yəni 3-də 1-dən 3-də 3 çıxanda nə alacam? Mənfi 3-də 2. 4-də 1-dən 4 çıxıram. 4-də 1-dən 1 çıxıramsa 1-i 4-də 4 təsəvvür edirəm. Burada da alıram nə? Mənfi 4-də 3. Və s. bu formada gedir.
və ən sonuncunu yazacağam. Ən sonuncunu da -16-da 15 eləyəcək. Deməli, uşaqlar, baxıram ki, burada neçə dənə ədəd var, onu bilməliyəm. 2-dən başlamışam, 16-da bitmişəm. Deməli, 16 çıx 2 üstəgəl 1. Burada 15 dənə bizim ədədimiz var. 1-dən 16 olsaydı 16 dənə olacaqdı da. Məxrəcimiz 2-dən başlayıb axı. Ona görə 15 dənə ədəd var. Aha, 15 dənə ədədimiz var və 15 dənə mənfi ədədin hasili mənfi edir. Cavabımız oldu mənfi. 2-lər ixtisar gedir, 3-lər ixtisar gedir, 4-lər ixtisar gedəcək. Deməli, burada ən birincinin surəti qalıbsa, ən axırıncının da məxrəci qalır. Çünki bundan əvvəlki nə idi? Bundan əvvəlki olacaq idi 15-də 1 çıx 1. O da eləyəcəkdi nə? Mənfi 15-də 14-də. Görsəz 15-lər də getmiş sayılacaq. Ortakılar onsuz da gedir. Cavabda qalır mənfi 16-da 1. Yəni cavabımız A variantıdır. Keçirəm 22-ci suala. Bizə deyir, bu şərti ödəyən neçə natural ədəd var? Bunun üçün ortaq məxrəcə gətirməliyəm. 4, 28, 7-də ortaq məxrəc 28-dir. 28-i böldüm 4-ə, 7-ni vurdum 1-ə, 7. 28-də A. Bu da 28-də, 28-i böldüm 7-yə, 4, 4-ü 3-ə vurdum 12. Şö. Məxrəcləri ata bilərsiniz. Yəni, burada 7 kiçikdir A, kiçikdir 12 aldınız. Niyə atdım? Məxrəclər eynidir. Bunu ödəyən neçə dənə natural ədəd var uşaqlar? 8, 9, 10, 11, 4 dənə. Cavabımız oldu Y variantı. Keçirəm 23-ə. Bizə deyir ki, bu kəsirin qiymətini tapın, ifadənin qiymətini tapın. Deməli, bu qapalı mötərizə tam hissəni göstərir. Bu mötərizə isə kəsir hissəni göstərir. Tamam, o zaman 5,1-in tam hissəsi nədir? 5. Mənfi 4,3-ün kəsir hissəsi, biz demişdik ki, mənfilərdə kəsir hissə görünən deyil. Yəni, bunun tam hissəsi mənfi 5-dirsə, kəsir hissəsi nəyə bərabərdir? 0,7-yə. Mənfi 5-dən çıxırıq nəyi? Daha doğrusu, mənfi 4,5-dən çıxanda tam hissəni 0,7 qalacaq. Və yaxud da mənfilərdə kəsir hissəni tapmaq üçün 1-dən çıxın 0,3-ü 0,7 alacaqsınız. Deməli, bunun da kəsir hissəsi nəyə bərabərdir? 0,7-yə. Bu ifadənin qiyməti olacaq 5 üstə gəlsin 0,7. Cavab da elədi nə? 5,7. 24. Kəsişməsi boş olmayan AB çoxluqlarında B 22-dir. Bax, bunu çölə yazıram. B-nin A-dan fərqi, yəni bu hissə ən çox neçə ola bilər? B-nin A-dan fərqi ən çox deyirsə, təbii ki, kəsişməyə 1 yazaram. 22-dən də çıxaram 1-i, cavab alaram 21. Keçdik. Ağırlıq mərkəzi J olan ABC üçbucağında. Ağırlıq mərkəzi nə deməkdir? Medianların kəsişdiyi nöqtə. Əla. Və mən bunları birləşdirəcəm. Yadınızdadsa 2-nin 1-ə bölünürdü. Bizə deyir ki, ABD bucağı ilə CBD bucağı bərabərdir, göstərilib. O zaman buradan belə nəticə çıxartdım ki, BD həm median imiş, həm də tənbölən imiş. Onda bu bərabər yanlı üçbucaqdır. Yəni, BC bərabərdir AB-yə. AC neçədir? 24-dür. Lap yaxşı. Bu həm də öndürüyü olacaqdır o zaman. Perimetr ABC 54-dür. Əla. 54-dən ABC 54. 54-dən çıxaram 24-ü. Bölərəm 2-yə, çünki bərabər yanlıdır axı. 30 da böldük 2, 15-dir. Mən bunları tapdıq nə? 15, 15. Bizdən BG-nin uzunluğunu istəyir. Yəni, bunun uzunluğunu istəyir. Bunun üçün mən də üçbucağı bu formada çəkəcəm. 15-dirsə əgər 15, 15, bu yarıya böləcək də, həm də olacaq 12, 12. Bu h-ı tapacam. 12-nin kvadratı Pifaqor teoremi üstə h-ın kvadratı bərabərdir 15-in kvadratı. H kvadratı bərabərdir 225 çıxılsın 144. H kvadratı bərabərdir 81. H da bərabərdir nəyə? 9-a. Deməli, 9-a bərabərdir. Yəni, bizim, bax, bu nəyə bərabərdir? 9-a. O zaman necə yazacağım? 2K üstəgəl K bərabərdir 9. 3K bərabərdir 9-a. K da bərabərdir 3-ə. Bu hissə 3-dür, bu hissə də 6-dır. Bizdən BG-ni istəyir, BG də 6-ya bərabərdir.
Növbəti sualımıza baxırıq. Təbii ki, növbəti verilən sual bilirsiniz ki, natural ədədlər bölməsində keçirilən qaydalara aiddir. İki ədədin əbobu ilə əkobu verilibsə, bunların hasili elə A vur B-dir. Yəni yazıram əkob AB vurulsun əbob AB bərabərdir A vur B-yə. Qoyuram yerinə 120 vurulsun 15 bərabərdir A vur B. Deməli 120-ni də 15-i 12-yə vuranda nə edirdi? 180, arxasına da bir dənə 0. Cavab elədi 1800. 27. Bucaqları 1, 2, 3 nisbətində olan 3 bucaq 1K, 2K, 3K bərabərdir 180-dir. Əslində bu 30, 60, 93 bucaqdır. İndi görəcəksiniz. 6K bərabərdir 180-ə, K da bərabərdir 30-a. Deməli, mənim bucaqlarım 30, 32-yə vurdum 60, 33-ə vurdum 90. Yəni, necə üç bucaq imiş? Düz bucaqlı üç bucaq imiş. Kiçik tərəfi 8 olarsa, kiçik tərəfə yazdım 8. Kiçik tərəf hansı olar sizcə? 30 dərəcə. Ən kiçiyin qarşısındakı da düz deyil. 30 dərəcəli bucaq qarşısında duran katet nə idi? Hipotenuzun yarısı. Onda böyük tərəf olacaq 16. Yəni, birinciyə getdi A bəndi. Sonra silirəm. Növbəti 30, 60. İkincidə deyir, böyük tərəfi 8. Böyük tərəf hansıdır? 90-ın qarşısındakı. Onda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı. Bura olacaq 4. Deməli, bura getdi C bəndi. Sonra, üçüncüdə mənə deyir ki, böyük tərəf ilə kiçik tərəfin fərqi 16-dır. Yəni, böyük tərəflə kiçik tərəfin fərqi, böyük tərəf 2x, kiçik tərəf x olmalıdır axı. 2x çıxılsın x bərabərdir 16. X bərabərdir 16. Deməli, kiçik tərəfim 16 olur. Böyük tərəfimdə nə olmalıdır? 32 olmalıdır. Burada getdik B bəndi. Bu qədər. Deməli, biz ətraflı suallara baxdıq. Digər suala indi baxmaq istəyirəm. Bizə deyir ki, Aysel evdə kiçik kitabxana yaradıb. Kitabxanada riyaziyyat, bədii ədəbiyyat və ensiklopediya kitabları olmaqla 80 dənə kitabı var. Aha, lap yaxşı. Bədii ədəbiyyat kitablarının sayı ümumi kitabların 68,75%-ni təşkil edir. Deməli, mən bədii kitabları tapmaq üçün 80-in 68,75%-ni tapmalıyım. Yəni, bunu 68,75-ə vurub nəyə böləcəyik? 100-ə böləcəyik. Burada biz nələrin sayını tapmış olacaq uşaqlar? Bədii kitabların sayını tapmış olacaq. Eləyək, istəyirsiniz burada biz sıfırlara aparaq. Birbaşa yazacaq bunu. Deməli, buradan sıfırları apara bilərik. 68,75-i 68,4 də yaza bilərik. Əslində hesablaya bilərik. Burada eləyəcək. Deməli, 550. Bunu da 10-a bölsək, cavab eləyəcək nə? 55. Deməli, tapdıq ki, bədii kitablar 55 dənədir. Riyaziyyat kitablarının sayı bundan 38 ədəd azdır. Bədii 55-dir. Riyaziyyat 38-dir. Daha doğrusu 38 vahid az. Çıxacam 38-i. 55-dən çıxıram 38-ini. Riyaziyyatı tapıram da, bəli, 17 dənə. Kitabxanada neçə ensiklopediya var? Ensiklopediyanı soruşur bizdə. Gəlin tapaq. 80-dən çıxırıq 55-i, düzdürmü? Bir də çıxırıq neçəni? 17-ni. Deməli, 85-dən 55-i çıxırıq 25, 25-dən də 17-ni çıxırıq 8. Bir də oxudum ki, görək düz tapırıq, düzdür. Ensiklopediya kitabı 8 dənədir. Aysel bədii kitablardan birini hər 4 gündən bir oxuyur, digərini isə hər 6 gündən bir oxuyur. Əgər Aysel oxumağa bazar ertəsi başlayarsa, həftənin hansı günü növbəti dəfə
hər iki kitabı oxuyacaq. Bir saniyə. Hə. Deməli, başlayaq. Deməli, 4 gündən bir, 6 gündən bir deyirsə, bu addım məsələlərinə oxşur. Yəni, burada əkop tapırsınız. 12-ci gündə ikisi də eyni kitab oxuyacaq da, hər ikisini oxumuş olacaq. Yazıram günləri. 1-ci gün, 2-ci gün, 3-cü gün, 4-cü gün, 5-ci gün, 6-cı günü, bir də bazar gününü, 7-ci günü göstərdim. Bazar ertəsindən başlayıram oxumağa uşaqlar. 12 gün sayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, cümə günü hər iki kitabı oxuyacaq. Cavab oldu cümə. Keçirik sonuncu suala. Aysel sonunda müşahidə etdi ki, oxuduğu bədii kitabların sayı riyaziyyat və ensiklopediya kitablarından Pifaqor üçlüyü əmələ gətirir. O zaman bir saniyə. Aha. Sonuncu sualımıza baxaq. Deməli, bir də çəkim şəkli yaxşı çəkmədim uşaqlar. Deməli, Ayselinin sonunda müşahidə etdi ki, oxuduğu bədii kitabların sayı riyaziyyat və ensiklopediya kitablarının sayı ilə Pifaqor üçlüyü əmələ gətirir. Baxaq. Aysel kitabxanasındakı bədii kitabların neçəsini oxumayıb. Uşaqlar, riyaziyyat kitablarının sayını isə tapmışdıq 8, ensiklopediyanı isə tapmışdıq 17. Düzdürmü? Deməli, bizdə Pifaqor ədədləri oxuduğu bədii kitablarının sayı, riyaziyyat və ensiklopediya kitablarının sayı ilə Pifaqor ədədləri əmələ gətirir. Aysel kitabxanasındakı bədii kitablardan neçəsini oxumayıb. Deməli, 8, 17 görəmsə, Pifaqor üçlüyünü yadınıza salmalıyıq. 8, 17, 15 idi də, düzdür uşaqlar? 8, 17, 15. Deməli, bu Pifaqor rəqəmləridir. Baxırıq ki, Aysel bədii kitablardan 15 dənəsini oxuyub. 15 dənəsini oxuyubsa, bədii kitablarımız neçə dənə idi? 55 dənə idi. 55-dən də çıxırıq 15-ni, cavab edir 40. Burada yerin səhv yazdım. Biz yuxarıda, gəlin baxaq, ensiklopediyanı neçə tapmışdıq uşaqlar? Ensiklopediyanı 8 tapmışdıq. Riyaziyyat 17 tapmışdıq. Yenə onsuz da cavabımız eynidir. Deməli, bədii kitablardan 15-ini oxuyub. Oxumadığı isə 40 dənədir. Cavab oldu 40.